Haqq deyirlərmiş, insan anadan şair doğulur. Bənzərsiz ifadələrlə oxucunu ofsunlayan Səidə Əşrəf qızının damarlarından axan qanla gələn şeiriyyat, poeziya aləminə vurğunluq onu ədəbiyyatımızda tanıdır. Səidə Əşrəf qızının yaradıcılığı vətənə olan sonsuz sevginin poetik ifadəsidir. O, misralarında xalqının ağrılarını da, qürurunu da eyni güclə yaşadır. Şairənin həyatı və yaradıcılığı bir-birini tamamlayan bütöv bir hekayədir. Səidə Əşrəf qızı 1961-ci ildə may ayının 15-də Tərtər rayonunun Hüsənli kəndində anadan olmuşdur. Orta məktəbi bu kənddə bitirmiş, 1978-ci ildə Krupskaya adına Bakı Mədəni Maarif Texnikumunun klub tədbirləri rejissorluğu fakültəsinə daxil olmuşdur. Oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra kəndə qayıtmış, öz doğma kəndində Hüsənli kənd klubunun müdiri vəzifəsində uzun müddət çalışaraq maraqlı tədbirlər keçirtmiş, rəngbərəng konsert proqramları ilə çıxış etmişdir. 1983-cü ildə ali təhsil almaq məqsədi ilə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Təşkilatçı Metodist fakültəsinə daxil olmuş və qiyabi də olsa bu arzusunu da həyata keçirmişdir. Səidə Əşrəf qızı bu illərdə çox mənalı ömür yaşayır. Həm savadı, tərbiyəsi, səmimiyyəti ilə özünə çox böyük hörmət qazanır. Bu illər unudulmaz gözəl xatirələri ilə onun qəlbində silinməz iz salır. Daha sonra isə Səidə Əşrəf qızı Səid Rüstəmov adına 13 saylı uşaq musiqi məktəbində musiqi müəllimi işləmişdir. Gənclik illərindən bədii yaradıcılıqla da məşğul olur. Vətənimizi, Qarabağımızı tərənnüm eləyən bir çox şeirlər və poemalar yazmışdır. Şeirləri Zirvə, Ləlvər dağı, Şah dağı, poeziya antologiyalarında, həmçinin Canım Azərbaycanım, Sazil sözlü Borçalı, Poeziya çələngi və Buta ədəbi məcmuələrində, Şərqin səsi, Ziya, Elm və Təhsil qəzetlərində, eləcə də zim.az, zirvə.info, borçalı.org saytlarında dərc olunmuşdur. Səidə Əşrəf qızı müğənni qız poemasında həyat həqiqətlərini, uğursuz taleyini bədii obrazlarla qələmə almışdır. Poemada mətanətin taleyi əslində Səidə Əşrəf qızının yaşadıqları acı həqiqətdir. Özünün keçdiyi dolaşıq ömür yollarındakı çətinlikləri heç kimə rəva görməyən istedadlı şairin qəhrəmanı mətanət sıxıntılarla üzləşsə də ümidsiz qalmır. Görünür bu ümid həm də qələm sahibinin özünün sonsuz ümididir. Ona görə də müəllifin bu əsəri oxucuların dərin rəğbətini qazanıb. Səidə Əşrəf qızının oxuculara təqdim etdiyi Dönük Tali adlı ilk kitabında könülləri oxşayan şeirləri, qəzəlləri, əminik ki, əbədiyyat səhifələrində özünə yer edərək ona cəsarətli qələminə görə rəğbət və nüfuz qazandıracaqdır. Vətən fədailəri və Tərtər şəhidləri adlı bu kitabda qəhrəman Tərtərimizin, igid oğullarımızın göstərdiyi fədakarlığı, onların döyüş yolunu qələmə almışdır. Oğullar ki, vətən təhlükədə olanda canlarını sipər edib düşmən mərmilərinin qarşısını almışlar. Şairə Səidə Əşrəf qızı hər bir şəhid ailələri ilə yaxından tanış olaraq, onların dərd sərini anlayaraq Vətən fədailəri və Tərtər şəhidləri adlı kitabını yazmışdır. Kitabda Tərtərin tarix yazan oğullarının həyat hekayələri
oxuculara təqdim olunur. 1-ci Qarabağ və 44 günlük müharibədə qəhrəmanlıqla vuruşub torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən vətən oğullarının fədakarlığını şairə qələm almışdır. Vətən fədailərinin və Tərtər şəhidlərinin döyüş yolunda göstərdiyi qəhrəmanlıqlar oxuculara bədii obrazlarla çatdırılmışdır. O sözün qüdrətinə inanaraq hər misrasında həqiqəti yaşatmağa çalışıb. Onun şeirlərində sadəliklə dərinlik, sakitliklə güc yanaşı addımlayır. Bu şairə üçün vətən yalnız doğulduğu torpaq deyil, ruhunun ayrılmaz parçasıdır. O öz yaradıcılığı ilə milli kimliyimizin qorunmasına xidmət edib. Onun qələmi zamanın sınaqlarından keçərək bu günə qədər gəlib çatıb. Şairənin əsərləri müxtəlif nəsilləri birləşdirən mənəvi körpüyə çevrilib. O oxucularına yalnız şeir deyil, həm də düşüncə və hiss bəxş edir. Onun yaradıcılığı milli ruhun, azadlıq duyğusunun ifadəsidir. Şairə Səidə Əşrəf qızının sözlə yaratdığı bu zəngin dünyaya görə dərin minnətdarlığımızı bildiririk. Arzu edirik ki, yaradıcılıq yolu daim uğurla, inamla və yeni zirvələrlə dolu olsun. Qələmi heç zaman susmasın. Sözləri hər zaman ürəklərə yol tapsın. Onun əsərləri gələcək nəsillər üçün də bir işıq mənbəyi olaraq yaşasın. Biz isə bu dəyərli yaradıcılığın davamını böyük maraq və hörmətlə gözləyirik.